44 min manata 3 otaqlı evin çəkilişinə gəlmişik. Keçirik birbaşa həyətyanı sahəsinə. Gördüyünüz kimi geniş bir dənə həyətyanı sahəsi var. 2 sotun içində yerləşir. Buraya bir dənə yekə qapı qoy, maşın da rahatlıqla girsin. Ətrafına kruq keçid eləmək mümkündür. Burada qladovka hissəsidir. Şəxsi tikilidir. Biraz bir balaca təmirə ehtiyacı var. Kommunallar qaydasındadır. Hazır işığı var. 4 bir tərəf qoşadaşdır. Qiymətdə 44 min manat. Daxil olarkən biz zal boyda koridor qarşılıyor bizi. Genişliyinə söz ola bilməz. Yenə deyirəm, yüngül kosmetik işi var. Əl gəzdirmək lazımdır. Burada sanuzör bir yerdədir. Tam içəriyə keçid eləmədim. Davam edirik otaqlardan. Solda bir otağımız. İşıq yanmadığı üçün züruf sayın, qaranlıq düşə bilər. Burada ikinci bir otağımızdır. Burada da geniş bir dənə qonaq otağımız var. Qəsəbə binə Safxozda yerləşir. Wi-Fi modeminə qədər var. Ələkbər market tərəfdə. Ələkbər marketdən evə qədər 50-60 metr məsafə keçid edir. Mətbəxlə də tanış olaq. Burada da evimizin mətbəx hissəsi. Mebel qalır da yəqin ki. Mətbəx mebeli qalacaq. Hə, mətbəx mebeli qalır. Gördüyünüz kimi qoşadaşdan inşa olunub. 44 min manat deyilir. Real alıcı ilə danışıb razılaşmaq mümkündür. Əlbəttə ki, reallıq olsa endirim olunacaq. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var.